Və həmçinin insan çalışmalıdır ki, ən gözəl şeyləri Allah üçün versin. Ən sevdiyi şeyləri Allah üçün versin. Qoyunların içində seçib xəstəsini Allah üçün vermək, paltarlarının ən köhnəsini, ən kirisini götürüb sanki Allah üçün vermək. Aydındır? Bu bəyənilmir. Bu bəyənilmir. İnsan əksinə ən yaxşısını, ən xasını vermək. Çünki bu Allah üçün də axı. Təsəvvür ki, sən bir vəzifəli bir şəxsə, bir məmləkətin rəhbərinə hədiyyə verirsən və yaxud da onun rızası üçün, onun göstərişi ilə kiməsə sədəqə verirsən. Hansını verərsən? Təbii ki, ən yaxşısın. Və belə də olmalıdır. Bəs aləmlərin Rəbbi olan Allah necə? Aləmlərin Rəbbi olan Allah üçün ən gözəlin, ən xasını vermək lazımdır. Və həmçinin də bu imanın təsdiqidir. Bu insanı cənnətə aparan bir şeydir. Ona görə uca Allah Teala Ali İmran surəsinin 92-ci ayəsində buyurur ki: "Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun." Siz yaxşılığa, yaxşılıq sözünün burada mənası alimlər deyir ki, cənnətdir. Siz cənnətə çatmazsınız ta ki sevdiyiniz şeyi Allah yolunda vermədikcə. وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللّٰهَ بِهِ عَلِيمٌ. Və Allah üçün sizin verdiyiniz hər bir şeyi o bilir. Allah üçün verdiyiniz elə bir şey yoxdur ki, Allah onu bilmiş olmasın. Demək, yaxşılığa, cənnətə çatmazsınız ta ki özünüz üçün sevdiyiniz şeyi Allah yolunda vermədikcə.